Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yerləşən binanın sakinləri tez-tez liftlərinin nasaz vəziyyətdə düşməsindən gileylənirlər. Onların sözlərinə görə bu hal sakinlər üçün ciddi təhlükə mənbəyidir. Liftlər vaxtlı-vaxtında işləmir. Bir gün işləyir, biri işləyir, biri işləmir. Elə olur, üçdə işləmir, elə olur. Biz 16-cı mərtəbədə yaşayırıq. Oraya yenib qalmaq çətindir. Biz yaşlı adamlarıq, əlimizdə iş olur, uşaqlı var, körpəli var. İşləmir, bir sözündən qəşəng işləmir. Bir gün düzəldirlər, düzdür. Şikayət edən kimi gəlirlər, düzəldilər. Amma bunu kökündən düzəltmək lazımdır da. Bir gün işləyir, bir gün işləmir. Böyük lift bir aydan çoxdur. Başda 2 aydır bağlıdır orada. Bir müddət 2 ay bu lift bağlı qaldı. Ondan sonra da indi 2 ayda o lift bağlı qalıb. O gün körpə uşaq qucağımızda qalxdığımız yerdə bu lift ortadakı lift. İkinci mərtəbədən düşdü aşağı birinci mərtəbəyə. Sıfıra düşdü ha, belə nəyi var düşdü, özdə belə elə yox. Uşaqdır, bir şey olar, yaşlı anam var evdə, qocalar var, binada yaşlılar var, uşaqlar var, qaldı liftə qaldı, heç kəs baxmır bura. Sakinlərin sözlərinə görə bu hal xüsusilə pik saatlarda mənzillərinə qalxmaq istəyənlər üçün ciddi narahatlıq yaradır. İkisi işləyəndə biraz yola vermək olur. Amma biri 1 saat, ya necə deyim, həmin anda bir 20 dəqiqə belə işləməsə, yəni doğrudan da burada çox sıxlıq yaranır da. Yəni onunla bağlı biz də istəyirik ki, bəzən yəni düzəlsə belə indi məsəl üçün minəndə görürsən ki, silkələnmələr olur. Bəzən məsəl üçün orta liftin özündə də, yəni görürsən ki, biraz silkələnmə olur düşdükcə, yəni ya yellənmə necə deyim, belə hadisələr yəni baş verir. Binanın komendantı isə şifahi olaraq qeyd etdi ki, bina 15 ildir istismardadır və liftlər isə köhnədir. Bununla belə kompleksin 24 lifti işlək vəziyyətdədir. Bəzi texniki səbəblərdən liftlərin fəaliyyəti zaman-zaman təmir üçün dayandırılır. Sözü gedən binada isə 3 lift mövcuddur. Onlardan ikisi fəaliyyətdədir, digəri isə sakinlərin şikayəti əsasında təmirə dayandırılıb. Tezliklə təmir olunduqdan sonra fəaliyyəti bərpa ediləcək.